Deməli, zamanların uzlaşması. Ümumiyyətlə, biz bilməliyik ki, hansı bağlayıcı ilə hansı zamanlar uzlaşır. Bu 6 dənə bağlayıcı xüsusi diqqət yetirək. As soon as, till, until, after, before və when. Əgər biz bu bağlayıcılardan sonra indiki sadə, yəni present simple görürüksə, əvvəldə hansı zaman işlənə bilər? Əmr cümləsi işlənə bilər. Məsələn, yağış yağanda çətinini götür. Take your umbrella. Və ya indiki sadə işlənibsə, əvvəldə də indiki sadə işlənə bilər. Məsələn, ice melts. Buz əriyir. Yəni adət anlanmış hərəkət, təbiət hadisəsi və s. Və ya gələcək zaman ola bilər. Yeni park açılanda mən ora gedəcəyim. Deməli, əvvəldə gələcək zamanda işlənə bilər, indiki sadə zamanda işlənə bilər. Əgər bu 6 bağlayıcıdan sonra present simple varsa. İndi nəzər yetirək bu bağlayıcılara. Yenə as soon as, till, until görürük. As soon as, till, until-dən sonra past simple, yəni keçmiş sadə gəlirsə, əvvəlində də sadəcə past simple işlənə bilər. O evə çatan kimi məni yığdı. Ya da çatana qədər məni yığdı. Deməli, as soon as, till, until hər iki tərəfdə keçmiş sadə zamandan, yəni past simple-dan işlənir. Və gəldik Venə. Veni az öncə indiki sadədə görmüşdük. İndi Veni keçmiş sadə ilə də baxaq. Vendən sonra keçmiş sadə past simple gəlirsə, əvvəldə nə ola bilər? Yəni, bunları bir-bir əzbərləməyinizə ehtiyac yoxdur. Yəni, əziyyətdir. Ona görə elə birbaşa yadımızda saxlayaq ki, Vendən sonra keçmiş sadədirsə, Vendən əvvəldə, yəni baş cümlədə İstənilən keçmiş zaman işlənə bilər. Davam edici də ola bilər, sadə də ola bilər, bitmiş də, bitmiş davam edici də. Əlbəttə, onlar üçün müəyyən bizə zərflər verəcək ki, biz onları seçək. Məsələn, mən evə çatanda o evi təmizlədi, təmizləyirdi, təmizləmişdi. 2 sadədir ki, təmizləyirdi. Yəni, istənilən zaman ola bilər. Əsas odur ki, hər iki tərəf keçmiş olsun. While-dan əvvəlki dərsdə danışmışdıq. While-dan sonra həmişə keçmiş davam edici işlənir. While I was cooking, mən yemək bişirərkən. Əvvəlində də ya past simple keçmiş sadə, barmağımı kəsdim, kəsirdim deyə bilmərəm. Ya da keçmiş davam edici işləməlidir. I was listening to music, mahnıya qulaq asırdım. Və after və before. After və before-da məsələ necə olacaq? After-dan sonra gəlir keçmiş, bitmiş zaman. Əvvəlində keçmiş sadə. Before-dan isə əvvəldə bitmiş gəlir, sonra sadə. Bunu elə tərcümələri ilə də yadda saxlaya bilərik. After mənası nədir? Sonra. Onda bitmiş zaman after-dan sonra işlənir. Before-un mənası nədir? Əvvəl. Onda bitmiş zaman before-dan əvvəl işlənir. Amma mən elə düşünürəm ki, bunları əzbərləmək əvəzinə keçən dərs qeyd elədim ki, İlk baş verən hadisə həmişə bitmiş zamanda olmalıdır. İlk baş verən hadisə həmişə bitmiş zamandadır. Məsələn, bu cümləyə baxaq. Bu qəbula düşmüş cümlələrdəndir. Mən piramida şəkillərini gördükdən sonra Misrə getdim. Piramida şəkillərini gördükdən sonra Misrə getdim. İlk şəkilləri görmüşəm, sonra Misrə getmişəm. Deməli, ilk baş verən hadisə şəkilləri görməyimdir deyə bitmiş zamanda yazacağam. İkinci hadisə Misrə getməyimdir deyə keçmiş sadədə yazacağam. Və ya buna baxaq. Mən Misrə getməzdən əvvəl piramida şəkillərini görmüşdüm. Yenə də cümlələrin yeri dəyişdi. Çünki after və before əvəz olundu axı. Misrə getməzdən öncə şəkilləri görmüşdüm. Yenə də ilk baş verən hadisə şəkilləri görməyimdir deyə yazıram bitmiş zamanda. İkinci baş verən hadisə Misrə getməyimdir deyə yazacağım sadə zamanda. Bilirik ki, Azərbaycan dilində belə bir qayda var. Əvvəl sözü həm zərf ola bilər, həm bağlayıcı ola bilər. Bir var, buradakı kimi iki cümləni bir-birinə birləşdirsin. Bir də var ki, cümlənin əvvəlində və ya sonunda zərf kimi işlənsin. Məsələn, mən əvvəllər piramida şəkli heç görməmişəm. Ya da mən əvvəllər piramida şəkli görmüşəm. Burada artıq zərfdir. Yəni, before zərf olduqda işlənir indiki bitmiş zamanla. Before zərf olduqda istifadə olunacaq present perfect-dən, indiki bitmiş zamandan. By keçən dərsdə keçdik. Gələcək bitmiş və keçmiş bitmişi keçəndə
By həm gələcək bitmişdən işlənir, həm keçmiş bitmişdən işlənir. Əlbəttə, bunu situasiyada biləcəyik ki, gələcək bitmiş olsun, yoxsa keçmiş bitmiş olsun. Sabah saat 5-ə qədər tərcümə etmiş olacam, olur future perfect. Amma dünən saat 5-ə qədər tərcümə etmişdi, bu da olur past perfect. Yəni, hər ikisi ilə işlənə bilər. By the time-a gəldikdə, by the time-ın iki uzlaşması var. Əgər by the time-dan sonra indiki sadə görürüksə, əvvəlində olmalıdır gələcək bitmiş. Future perfect. Məsələn, mən Misirə gedənə qədər yazdım indiki sadə. Piramida şəkillərini görmüş olacağım. Bu da olur gələcək bitmiş zaman. İndiki sadə gələcək bitmiş. Bir də var deyirəm ki, by the time-dan sonra keçmiş sadə, əvvəlində keçmiş bitmiş. Mən Misrə gedənə qədər yazdım keçmiş sadə. Piramida şəkillərini görmüşdüm, yəni birinci şəkilləri görmüşəm, olur keçmiş bitmiş. Yenə təkrarlayıram, by the time-dan sonra indiki sadədirsə gələcək bitmiş, keçmiş sadədirsə keçmiş bitmiş. Bəzən testlərdə çaşdırmaq üçün indiki bitmişdə yazılır, amma heç vaxt by the time-la present perfect istifadə olunmur. Since-i keçən dərs keçmişdik. Since-dən sonra gəlir keçmiş sadə, past simple, since he left the city. Amma əvvəlində isə bitmiş zaman gəlir. Əlbəttə, indiki bitmiş də ola bilər, keçmiş bitmiş də ola bilər. Bu situasiyadan asılıdır. Keçən dərs izah edəndə bununla bağlı geniş danışdıq. Mən Tomu görməmişəm, mən Tomu görməmişdim. Yəni, indiki bitmiş də olar, keçmiş bitmiş də. Amma since-in və ever since-i ondan qarışdırmayaq. Bayaq dediyim kimi, since bağlayıcıdır orada. Amma since-in və ever since artıq burada zərf funksiyasında çıxış edir. Yəni, iki cümləni birləşdirmir. Ondan bəri, indiyə qədər. Deməli, indiki bitmiş zaman tələb olunmalıdır. Mən ondan bəri onun haqqında məlumat eşitməmişəm. Yəni, o zamandan bəri onun haqqında məlumat eşitməmişəm. İndiki bitmiş zaman olacaq. İndi tamamlıq budaq cümləsi haqqında danışacağıq. Çünki tamamlıq budaq cümləsinin uzlaşması digər uzlaşmalardan fərqlənir. Bu nə deməkdir? Biz indiyə qədər demişdik ki, zaman və şərt budaq cümləsi keçmişik də. Zaman budaq cümləsi olduğunu harda bilirəm? Əgər cümlədə if varsa, unless varsa, şərt budaq cümləsidir. Əgər till, until, as soon as long as, when, while, after, before və s. varsa, bu zaman biz onu adlandırırıq zaman budaq cümləsi. Əlbəttə, zaman budaq cümləsində demişdik ki, indiki ilə indiki olur, indiki zamanla gələcək zaman ola bilər və gələcək zaman, keçmiş zamandan isə keçmiş zaman ola bilər. Və demişdik ki, bağlayıcıdan sonra da gələcək zaman gəlməz. İndi tamamlıq budaq cümləsində məsələ biraz dəyişir. Birincisi, sual yaranır ki, mən hardan biləcəm ki, bu tamamlıq budaq cümləsi ya yox? Eyni Azərbaycan dilindəki kimi. Baş cümləyə sual verəcəm. Nəyi sualına cavab verirsə, tamamlıq budaq cümləsidir. Mən bilmək istəyirəm nəyi, o dedi nəyi, biz fikirləşdik nəyi, nəyi sualına cavab verirsə. Birinci gəlin, bunu dəqiqləşdirək. Baş cümlə keçmişdədirsə, budaq cümlə keçmiş olmalıdır. Tamamlıq budaq cümləsində də. Baş cümlə keçmişdirsə, budaq cümlədə keçmiş olmalıdır. Artıq fərqi yoxdur hansı keçmişdir. Ona artıq cümləyə əsasən qərar verəcəyik. Əsas odur, keçmişsə keçmiş olsun. Amma indi gələk əsas məsələyə. Baş cümlə indiki zamandadırsa necə olacaq? İki dənə cümlə görürük. Baş cümlə indiki zamandadır. Budaq cümlə hansı zamanda ola bilər? Buradan qeyd kimi yazıram. Baş cümlə indiki zamandadırsa, budaq cümlə indiki ola bilər, gələcək ola bilər. Bunları zaten bilirik, indiki gələcək. Bizi çaşdıra biləcək nə var? Keçmişdə ola bilər. Past simple, bir də past continuous. Yəni, baş cümlə indiki zamandadırsa, budaq cümlə indikinin formalarında ola bilər, gələcəyin formalarında ola bilər. Əlavə olaraq keçmişin sadəsi və keçmişin davam edici forması da ola bilər. Keçmiş sadə və davam edici formada ola bilər. Yəni, uzlaşma pozulmur. Çünki bu tamamlıq budaq cümləsidir. Bu qədər olanı əzbərləmək əvəzinə ən yaxşısı nədir? Olmayanı əzbər bilək. O azdır. İndiki zamandırsa baş cümləmiz. Budaq cümlədə bütün zamanlar ola bilər. İkisi istisnadır. Had plus V3. Yəni, participle to. Bitmiş zaman. Keçmiş bitmiş zaman ola bilməz. Baş cümləmiz indiki zamandadırsa, budaq cümləmiz keçmiş bitmiş ola bilməz.
Bir də would, should, yəni keçmişə nəzərən gələcək zaman ola bilməz. Yenə vurğulayıram. Baş cümlə keçmiş olanda budaq cümlə keçmiş olmalıdır. Baş cümlə indiki olanda budaq cümlə indiki də ola bilər, gələcək də ola bilər. Keçmişin sadəsi və davam etçisi ola bilər. Ola bilməyənlər hansılardır bu ikisi? Baş cümlə indiki zamandadırsa, budaq cümlədə keçmiş bitmiş və keçmişə nəzərən gələcək zaman yazmaq olmaz. Bir də növbəti bir qeydimiz də ilə bağlıdır. Bundan əvvəlki zaman və şərt budaq cümləsini keçəndə demişdik ki, bağlayıcıdan sonra gələcək zaman gəlmir. Əlbəttə, orada zaman və şərt budaq cümləsindən gedirdi söhbət. Amma burada elə bir qaydamız yoxdur. Baxın, if-dən sonra nə gəldi? Will. Və ya when-dən sonra nə gəldi? Will. Yəni, burada biz gələcək zaman yaza bilərik. Niyə? Çünki tamamlıq budaq cümləsidir. Yenə, hardan biləcəyik tamamlıq budaq cümləsidir? Sual verməklə. O soruşur nəyi? Sual verirəm. Nəyi? Sualına cavab verirsə, tamamlıq budaq cümləsidir və biz bağlayıcıdan sonra gələcək yaza bilərik. Əlavə olaraq, biz şərt budaq cümləsində if-in mənasını əgər demişdik. Əgər Tom gəlsə gedəcəyik. Məsələn, əgər Tom gəlsə müzakirə edərik. Burada artıq if-in mənası mi deməkdir. O soruşur, Tom sabah gələcəkmi? Yəni, if-in buradakı mənası qətiyyən əgər deyil, mi deməkdir. O soruşur, Tom nə vaxt gələcək? Bir də sonuncu olaraq zamanlarla bağlı bu çaşdırıcı feillərə baxaq. Məsələn, find feilinin mənası tapmaq deməkdir. Qaydasız feildir, kökdən dəyişir. Keçmişdə olur found. Found, tapmaq. Bir də var, found feilimiz var. Bunun da mənası əsasını qoymaqdır. Bu artıq qaydalı feildir. Keçmişdə olacaq found it. Onda sual yaranır ki, müəllimə, mən hardan bilim ki, bu found hansıdır? Budurmu, yoxsa budurmu? Biz bunu iki yolla bilərik. Bir, əlbəttə, gəl she found yazım. She found. Əlbəttə, bu keçmiş zamandır. İndiki zaman olsa sonunda esi olardı. Axı bilirik ki, indiki sadə zamanda he, she, itlə feilin sonunda esi olur. Bu deməli keçmişdir ki, esi yoxdur. Ya da bəs sual yaranır ki, əvəzliyimiz V-dirsə hardan biləcəyik? Artıq onu situasiyadan biləcəyik. We found documents. The documents. Biz dokumentləri əsasını qoyduq deyə bilmərik ki, tapdıq deyərik. Onda deməli, söhbət bundan getmiş olacaq. Yəni, kontekst daxilində fərqləndirə bilərik. Sonra rise feili mənası qalxmaq deməkdir. Keçmişdə rose və reason olaraq dəyişir. Raise isə qaldırmaq deməkdir. Raise qaydalı feildir. Aradakı fərqlərdən ən böyüyü odur ki, rise qalxmaq. Yəni, nəyə sualına cavab vermir. Axı, bizdə də var təsirli, təsirsiz feil məsələsi. Amma raise qaldırmaq nəyi sualına cavab verir? Yəni, özündən sonra obyekt, yəni tamamlıq gəlməlidir. O məsələni bilsək, burada tətbiq edə bilərik rahatlıqla. Çünki bu feillər daha çox çaşdırıcıdır. Vizual olaraq bir-birinə çox bənzəyir deyə. Məsələn, burada da lie görürük, burada da lie görürük. Amma aradakı fərq nədir? Lie, lied, lied. Qaydalı şəkildə dəyişdi. Deməli, mənası olacaq yalan danışmaq. Əlbəttə, yalan danışmaq kimə? Deməli, özündən sonra to someone. Kiməsə yalan danışmaq. To someone. Deməli, canlı gəlməlidir, to gəlməlidir. Yenə də deyirəm, lie, yalan danışmaq mənasında qaydalı dəyişdi. Amma bir də var lie feilimiz. Bu artıq fikir verək kökdən dəyişir. Lay, layin. Artıq burada kökdən dəyişdi və mənası uzanmaq, yerləşmək deməkdir. Bir də belə bir feilimiz var, lay feili. Bunun da mənası sərmək, qoymaq deməkdir. Dəyişəndə laid olaraq dəyişir. Mənası sərmək, qoymaq deməkdir. Onda sual yaranır ki, ay müəllimə, burada da lay var, həmçinin burada da var. Bəs onda mən bunları necə ayırd eləyəcəm? Yenə, bayaq göstərdiyim yol kömək edə bilər. Tutaq ki, she, lay yazıbdırsa, əlbəttə ki, söhbət burada gedir bu feildən lay. Çünki keçmişdədir. İndiki olsaydı esi olardı. Amma əgər she yazmayıbdırsa, məsələn, we yazıbdırsa, onda bilməyimiz üçün yeganə yol obyekt məsələsidir. Baxın. Burada lay'dən sonra obyekt gəlməz yazmışıq. Yəni, uzanmaq, yerləşmək. Əlbəttə, yerləşmək nəyi sualına cavab vermir, uzanmaq nəyi sualına cavab vermir. Deməli, tamamlıq gələ bilməz ondan sonra. Amma digərinə baxsaq, görəcəyik ki,
Sərmək nəyi, qoymaq nəyi, yəni təsirli feildir. Özündən sonra tamamlıq gələ bilər. Deməli, burada yazdığımız lay məhz budur. Çünki özündən sonra tamamlıq qəbul edə bilir.